Bir gün İmam Əli Küfə bazarında bir alverçi ilə qarşılaşdı. Alverçi İmam Əliyə yaxınlaşaraq ona bir parça dəri göstərdi və dedi: "Bu dərini satmaq istəyirəm, amma bazarda heç kim onu almaq istəmir. Mən çox çarəsizəm, heç bir çıxış yolum da yoxdur." İmam Əli alverçinin üzünü diqqətlə oxuyub onun çarəsizliyini hiss edirdi. O, heç bir zaman kiminsə çətin vəziyyətində olduğu zaman ondan üz çevirməzdi. İmam Əli həmin dərini götürüb alverçiyə düzgün qiymət verərək aldı. Alverçi çox təəccübləndi və deyəndə: "Amma mən bu dərini ucuz qiymətə satmağa çalışırdım." İmam Əli cavab verdi: "Sənin çarəsiz olduğunu görəndə mənim üçün onun qiymətini təyin etmək daha vacibdir. İnsanların çətinliklərində onlara dəstək olmaq maddi qazancdan daha əhəmiyyətlidir." Bu hadisə İmam Əlinin təkcə dini deyil, həm də sosial məsələlərdə olan